Bu tip videoları qaçırmamaq üçün kanalımıza abunə olun. Azərbaycanda əmək münasibətləri sayəsində diqqət çəkən mühüm yenilik gündəmdədir. Tərəfindən Əmək Məcəlləsinə və gender bərabərliyinin təminatları haqqında qanuna edilən dəyişikliklər birinci oxunuşda qəbul edilir. Bu dəyişikliklər cəmiyyətin uzun müddətdir müzakirə etdiyi vacib məsələlərdən birinə, yəni əmək haqqında gender bərabərliyinin təmin olunmasına yönəlib. Yeni qanun layihəsinə əsasən işə götürənlər artıq yalnız eyni işi görən işçilərə deyil, həm də bərabər dəyərli fərqli işləri yerinə yetirən şəxslərə eyni səviyyədə əmək haqqı ödəmək öhdəliyi daşıyacaq. Bu yanaşma əmək bazarında daha ədalətli və şəffaf sistemin qurulmasına xidmət edir. Çünki indiyə qədər bəzi hallarda fərqli vəzifələrdə çalışan, lakin faktiki olaraq eyni dəyərdə iş görən şəxslər arasında maaş fərqləri müşahidə olunurdu. Qanunvericiliyə daxil edilən əsas yeniliklərdən biri də bərabər dəyərli iş anlayışının daha dəqiq şəkildə müəyyən edilməsidir. Bu anlayış təsadüfi deyil və konkret meyarlara əsaslanır. İşin xarakteri, əmək şəraiti, məsuliyyət səviyyəsi və tələb olunan peşə bacarıqları bu qiymətləndirmədə əsas rol oynayacaq. Yəni, iki fərqli iş eyni səviyyədə çətinlik və məsuliyyət tələb edirsə, onlar bərabər dəyərli hesab olunacaq və bu halda əmək haqqı da bərabər olmalıdır. Bununla yanaşı, gender bərabərliyinin təminatları haqqında qanunun 9.1-ci maddəsinə də dəyişiklik edilir. Mövcud qanunda yalnız eyni işi görən kişi və qadınlara bərabər maaş verilməsi nəzərdə tutulurdu. Lakin yeni redaksiyada bu prinsip daha da genişləndirilir və artıq eyni və ya bərabər dəyərli işlər üçün bərabər əmək haqqı təmin olunması tələb olunur. Bu isə o deməkdir ki, qanun daha çox insanı əhatə edəcək və real həyatda tətbiqi daha effektiv olacaq. Bu dəyişikliklərin qəbul olunması iş yerlərində gender əsaslı maaş fərqlərinin azaldılmasına ciddi təsir göstərə bilər. Eyni zamanda bu addım işə götürənlər üçün də daha aydın qaydalar müəyyən edir. Artıq əmək haqqı siyasətində şəffaflıq və obyektivlik daha vacib olacaq və bu sahədə nəzarət mexanizmlərinin də gücləndiriləcəyi gözlənilir. Mütəxəssislər hesab edir ki, bu cür qanun dəyişiklikləri yalnız hüquqi deyil, həm də sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Gender bərabərliyinin təmin olunması cəmiyyətin inkişafına, iqtisadi fəallığın artmasına və insanların daha motivasiyalı işləməsinə müsbət təsir göstərir. Bu baxımdan yeni qaydalar həm işçilər, həm də işə götürənlər üçün daha balanslı əmək münasibətlərinin formalaşmasına şərait yarada bilər. Əgər bu dəyişikliklər növbəti oxunuşlarda da təsdiqlənərsə və tam qüvvəyə minərsə, Azərbaycanda əmək bazarında yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu isə gələcəkdə daha ədalətli, bərabər və şəffaf iş mühitinin formalaşmasına gətirib çıxara bilər. Bu isə gələcəkdə daha ədalətli, bərabər və şəffaf iş mühitinin formalaşmasına gətirib çıxara bilər. Beləliklə aparılan islahatlar bir daha göstərir ki, əmək münasibətlərində bərabərlik prinsipi artıq daha ciddi şəkildə ön plana çəkilir və bu istiqamətdə atılan addımlar davamlı xarakter daşıyır. Bu mövzuda yenilikləri izləmək isə hər bir vətəndaş üçün olduqca vacibdir.